Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Rusiyada istehsal olunan Papa Moşut markalı mal əti kolbasasında donuz mənşəli komponentlər aşkar edilib. Xəbər verilir ki, məhsulun Moskva vilayəti Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən yoxlanışı zamanı kolbasanın tərkibində donuz DNT-sının üstünlük təşkil etdiyi müəyyən edilib. Məlumata görə, istehsalçı məhsulun markalanması qaydalarını pozaraq onu mal əti kolbasası kimi təqdim edib və üzərinə halal nişanı vurub. Bu isə xüsusilə müsəlman istehlakçıların yanlış məlumatlandırılması kimi qiymətləndirilib və məsələ ilə bağlı dini icma nümayəndələri şikayət ünvanlayıb. Bundan sonra iş müxtəlif qurumlar tərəfindən araşdırılıb. Lakin qurum tərəfindən müəssisəyə qarşı yalnız xəbərdarlıq və cüzi məbləğdə cərimə tətbiq olunub. Məhsulun üzərindən halal işarəsinin çıxarılıb-çıxarılmaması ilə bağlı rəsmi məlumat verilməyib. Qeyd edək ki, Papa Moşut markalı kolbasa və sosislər Azərbaycan bazarında da geniş təmsil olunur və hazırda ölkəmizdə marketlərdə həmin kolbasaların 400 qramı 700 manata təklif edilir.